Bu günləri dedim ki, qaynanamın qablarını yığışdırım, gətirim öz qablarımı yerləşdirim. Kommentlər açıqdır, indi gəlib töküşəcəklər ki, yox, biz 50 ildir qaynanamın qabından istifadə eləyirik, qaynanamız belədir, qaynanamız elədir. Mənə gəlib kimləsə kommentlərdə məsləhət verməyə ehtiyac yoxdur. Elə insan var, vəbşe, həqiqətən danışığını da bilmir və mən də onlara bir-bir bloka atmaqdan həqiqətən də yoruluram. Və onu da söyləmək istəyirəm ki, mənim heç kəsin məsləhətinə ehtiyacım yoxdur. İzləyirsiniz, izlə, izləmirsən də məni bloka ata bilərsən. Belə qızlar, dedim ki, qaynanamın qablarını yığışdırım. Çünki qaynanamın qabları hərəsi bir rəngdə idi. Qoyanda süfrəyə qəşəng görsənmirdi. Yarısı da qıraqları artıq zədələnmişdi. Neçə dəfə də əlimi zədələmişəm qabları yuyanda. Ona görə dedim ki, qablarım çoxdur və dedim ki, ən asan, rahat olanı götürüm istifadə eləyim, günlük qabları istifadə eləyim. Ona görə öz qablarımı gətirdim ki, həm yemək qəşəng görsənsin.